Sevimli ANT izləyiciləri, gününüz və tününüz aydın olsun. Mən Əhməd Haşimi və Dünya Gündəmi verilişinin bugünkü bölümündə isə biz Güney Azərbaycan və milli hakimiyyəti danışacağıq və bu mövzunu incələmək üçün, tartışmaq üçün və dəyərləndirmək üçün iki çox dəyərli qonağımız var. Profesör Doktor Nəsib Nəsibli, Ankara Üniversitetinin profesoru və cənab Yunus Şamili, jurnalist və təhlilçi. Cənab Nəsibli, cənab Şamili çox-çox xoş gəlibsiniz və mən təşəkkür edirəm bizim ANT-nin və Dünya Gündəminin dəvətini qəbul etdiyiniz üçün və bu bərnamədə iştirak etdiyiniz üçün. Teşekkürler. Sağ olun, xoş gününüz, xoş axşamınız olsun. Cənab Nəsibli, indi öz mövzumuza qayıdaq və mövzumuz da dediyim kimi Güney Azərbaycan və milli hakimiyyət məsələsidir. Hər şeydən öncə sizdən mən xahiş edirəm ki, milli hakimiyyət, milli əgəmənlik, milli suverenliyi bizim için tanımlayın, bizim için tərif eləyin. Nə anlama gəlir? Təbii ki, Güney Azərbaycanı nəzərdə alaraq, Güney Azərbaycan bağlamında milli hakimiyyət nə deməkdir? Buyurun. O sual çok geniş bir sualdı ama kısa şekilde onu mən necə başa düşürəm və elmi ədəbiyyatda necə bu şərh olunur, əsas o xətlərin ana başlıqlarından deməyə çalışım. Əvvələn bu milli sözünün altından bu xət çəkmək lazımdır, onu vurgulamaq lazımdır. Hakimiyyət orta əsrlərdə də olub, antik dönemdə də olub, indi də var. Neden milli hakimiyyət deyilir və İranda, Güney Azərbaycanın yerləşdiyi bu İranda bu Pəhləvilərdən öncə bir cümlə ilə onu deyək, Qacarlar dönəmiydi, elə mi? Bir şahənşahlıqdır, bir imperatorluqdur. Orta əsrlərdən gələn bir imperatorluqdur və baxın əslində bir dəfə məşruta olub. Məşruta hərəkatı dövründə qəbul olunan anayasada da deməli bu şahənşahlık davam edir. Amma orada bu ölkənin çox millətli bir yapısı, quruluşu, struktura malik olması qeyd olunmur. Yegane bence orada en önemli meselelerden birisi milletvekillerine Fars dilini bilmesinin vacip olması ve Fars dilinin resmen statüsünün yükseltilmesiydi. Ondan sonra ne oldu? Tarih meselelerin bu mübahisesi elbette lazımdı. Ama benim vurgulamak istediğim nedir? Ondan sonra bildiğimiz hadise oldu. Pehleviler geldi ve İran'ı bir milli devlete, Fars devletine çevirmek istediler. Məlum şair var idi. Bir tek Allah, tek deməli bu tek padişah ve tek millet. Padişah ve tek millet. Evet. Tek millet ne demeydi? Bu İran'da bir millet var. Orada kalanlar da o Hristiyan azlıklardı, bir de bu Yahudi azlıktı, Musevler'de falan. Ama hamısı bir milletti. Bunun da dili neydi? Farsçadır. Ve milli ayrı seçkili siyaseti, asimile siyaseti yerittiler. Ona itiraz olarak da 21 Azer harekatı oldu. Bildiğimiz milli hükümet kuruldu ve dedi ki ben dedi öz elim öz başım olmak istiyorum. Çok amyane, yani o halkın anladığı dilde egemenlik nedir, suverenlik nedir? Özümü idare edeceğim. Ben artık kenardan idareni kabul etmiyorum. Özümü idare etmek ne demektir? Benim öz dilim var, öz kültürüm var, öz geçmişim var, özümün iktisadiyatı var vesaire ve ilahire ve ben buna kadirem, bu benim hakkımdı dedi. Ve əməldə də onu gösterdi. Dedi ki, bu milli hakimiyyət benim vazgeçmeyeceğim bir meseledir. Muhtariyet seviyesinde.
milli hakimiyyətin başqa növləri də var təbii. İndi biz onu da danışacağıq. Ama bu Resulzade'nin çok güzel bir eseri var. Millet olmak ezmi. Deyir ki bir toplum geliştikçe, inkişaf ettikçe o devlet olma, özünü idare etmek deməli ihtiyacı hissedir. Bu da çok tabii bir şey. Dünya tarihinde de böyle olup. Eğer senin sayın, senin millet olarak müəyyən edən digər keyfiyyətlərin varsa şübhəsiz düşünəcəksən ki, mən niyə kənardan idarə oldum? Bu şəxs səviyyəsində də belədir, fərd səviyyəsində də belədir. Əgər güclü bir şəxs kənardan idarəçiliyi qəbul etmirsə, o zaman özünü millət səviyyəsində hiss edən bir toplum niyə kənardan idarəçiliyi qəbul etməlidir? Və buradan bir mesele de çıkır. Siz dediniz Güney Azerbaycan için milli hakimiyet ne demektir? Yine de gelir bu İran'ın çok milletli struktura, yapıya sahip olması. Bu bir gerçeklikti. Yeni anayasada dolayısıyla bu bildirildi. Ama ona hukuklar verilmedi. 15. maddede bir paydı yani. Ben biraz da belə bu etik ifade değil, bir dilenci payı. Yani məktəbdə ədəbiyyat dərslərində Fars dilinin yanında qumi dillər də istifadə olunabilir dedi və onu da əməl etmədi. Əlbəttə ki, Güney Azərbaycan üçün, Cənubi Azərbaycan üçün milli hakimiyyət bugün də bir ehtiyaçdır, gündəmdədir və onun hem tarihen hem de deyək ki bizim o milli fəalların küçədə, bazarda, stadyonda o ifade ettikleri bu şuarlarda da özünü gösterir. Esas önemli mesele nedir? Toplum gelip elə bir həddə çatır ki, deyir bundan sonra ben hariçten yani başkasının idare olunmasına razı değilim. Bu çok tabii bir haktır. Buna da bu beynəlxalq hüquqda təyin müqəddərat haqqı deyirlər. Öz müqəddəratını, öz gələcəyini özünün müəyyən etməsi. Bu çok önemli bir şey. Hatta bu geçenlerde baraklı bir müzakere var idi. Ben orada dedim bu Ankara'da oldu. Dedim ki siz bir məsləhətlər görürsünüz. Bunu belə eləyin, bunu elə eləyin. Ama belə olmaz ki. Beynəlxalq hüquqda olan en adi, en insani, en fundamental haqqdır bir millətlər üçün də öz müqəddəratını təyin etmək. İstəyirsə, deyir ki, mən bu dövlətin tərkibində olurum. Mən iradəmi bu cür ifadə edirəm. İstəyirsə mən muxtar oluram, istəyirsə başqa cür müstəqil olurum və bu haqqı heç kəs onun əlindən ala bilməz. Dostu ala bilməz, düşmən də ala bilməz. Bu da çok önemlidir. Mesela Kuzey Azerbaycan'da da deyirlər ki, belki bu söhbətin gedişinde ona da toxuna, bu milli hərəkət, Güney Azerbaycan milli hərəkatının stratejiyasını müəyyən eləyir. Ben dedim ki, bu müəyyən eləmək bizim vəzifəmiz değil. Bunu yine de bu halk dilinde demiş olsa başkasına orada belediye başkası da olmasa hatta öz doğman da olsa, kardeşin de olsa, ne ciğer paran da olsa orada mübarizə aparan adama sen ağıl verebilmezsen. Onun hakkıdır. Ve onun heç kəslə bölüşebilmediği müstəsna bir hüququdur, hakkıdır. Giriş için bu kadar bence. Çox sağ olun bu gözəl danışıqlarınız üçün. Yunus bəy, siz nə düşünürsünüz? Milli hakimiyyət Cənubi Azərbaycan bağlamında nə anlama gəlir? Mənası nədir sizin açınızdan? Qoyun əvvəl bir milli hakimiyyətə yəni bir qısa deyim nə deməkdir milli hakimiyyət, ondan sonra keçək, yəni onun özəllikləri demək yəni. Milli hakimiyyətin yəni 4 dana əsası vardı. Bir cəmiyyət, yəni bir xalq
bir ərazidə, ikincisi müəyyən ərazidə devlət qurması və müstəqil olaraq başqa ölkələrlə ilişki və əlaqəyə girməsi. Bu dörd faktor bir yerdə yerləşirsə, orada egemenlik və ya hakimiyyət qurulmuşdur və təbiətən onun indi bugün adı milli hakimiyyət deyirlər. Yəni bu özəlliyə baxanda, yəni bir cəmiyyətin bir ərazidə dövlət qurub başqa ölkələrlə əlaqəyə girməsi Güney Azərbaycanda belə bir şey yoxdur. Güney Azərbaycanda son geçən 30 ildə bir hərəkət və iradə bu hakimiyyəti gerçəkləşdirməyə var. İranın dövlətlərinə, yəni Qacarlara geçəndə orada başqa cinətürdə bir egemenlik Türklər üçün var. Bir də bunu mən aydınlaşdırım biraz burada. Biz Güney Azərbaycanla milli hakimiyyət yalnız bizim, yəni Türk Milli Demokratik Hərəkatının İranda yalnız hədəf və məqsədi Güney Azərbaycanda hakimiyyət qurmaq deyil. Bəlkə İranda yaşayan Türk xalqının milli müqəddəratını harda necə varsa təyin etməlidir. Necə yəni? Güney Azərbaycanda bir milli hakimiyyət qurulmalıdır. Tehran bir böyük bir şəhər olaraq yarı cəmiyyətindən çox türkdür. Orada bir özəl bir hakimiyyət qurulmalıdır. Yəni özəlliklə Fars-Türk hakimiyyəti orada yəni çoxunluqda olmağı üçün. Başqa xalqlar da orada vardır Tehranda əlbəttə. Yəni bir üstün rol oynayan Türk-Fars xalqı Tehranda bir özəl rejim. Bir də Türk kantonları var İranda. Yəni Qəşqai, Burlar, Xorasan Türkləri, Loristan'da, İsfahanda onlar da Türk kantonları otonomi formada bu hakimiyyəti bir formalı, onu danışacağıq bu cəhətdən nədir yavaş-yavaş bu gələcək dəqiqələrdə oralarda, yəni söhbət burada yalnız Güney Azərbaycandan getmir. Burada bir baxış açısını açım ki Nəsibli bəyimizdə eşitsin. Baxın, bir ideolojik və ya stratejik baxış açısından ki istiqlalçılıqdır, Türk məsələsini İranda yalnız Güney Azərbaycanda görürsün, istir oranı ayırsın da oradan müstəqil olsun. Ona görə Türk məsələsini İranda yalnız Güney Azərbaycanda mənalandırır və orada izah etməyə çalışır və orada bitirməyə çalışır. Amma Türk hərəkatı, yəni Türk xalqının İran ərazisində yaşayan məsələni burada söz danışır, amma hər halda qeydim əsli məsələyə. Bugün geçəndə də indi bizim Qacar dövrəsinə yetişəndə də orada bir milli hakimiyyət var. Ələl xüsus məşrutə devrinə işləndə, amma ciddi çatışmamazlıqlarla ki, Nəsib bəyimiz izah etdilər orada. Çox çatışmamazlıqlar orada vardı. Bizim hiss edirəm ki, bizim ata-babalarımız, yəni Səfəvi dövründən bu yana hani müasir insanlar olmamışlar. Qoyun burada bir dəfə ifşa edək geçsin. Bizim babalarımız Səfəvi dövrəsindən, Nadir Şah ya məsələn Qacara dövrəsində uzun zaman İrana bir Türk dövləti olaraq, bir Türk ölkəsi olaraq yəni göstərməmişlər bunu. Yəni müasir insanlar olmamışdır görürsün. Ələl xüsus ən son zamanlarda ki, bunlar Avropaya gedirdilər, gəlirdilər də milli dövlətlərin quruluşunu da görürdülər. Amma baxmayaraq ki, bu da rəsmi dili İranda, məclisin dilin, qanun əsasının dilin Farsca geçmişlər. Əlbəttə bunun mənası deyil ki, Fars dilini yəni görməməzlikdən gəlmə, amma Türk dilinin orada düzgün yerdə mövqeyisini qorumaq və onun əsas qanununda məsələn Nəsib bəy dedilər, məclisə adam istəyir ki, Fars dilini bilsin. Türk dilini bilmə və savada olmada əhəmiyyəti yoxdur. Bu hakimiyyətlər, yəni müasir olmamaqlarından dolayısı, yəni ilə olmaları üçün biz bugün bu fəlakətə gəldik. Hər halda bugün sualı qısalayım, başqa suallara cavab verəcəyik. Azərbaycanda milli hakimiyyət bir istək kimi xalq içində var, bir hərəkətdə formalaşıb, amma millətləşmə prosesi Azərbaycan və ya İran türklərinin içində dəqiqləşməyib, yəni genişməyib, formalaşmayıb o mənada, amma bir istək var və umuruq ki, bu hərəkatın gələcəyi Yunus bəy, mən icazənizlə parantez içində bir şey deyim. O da bu ki, bu milliyyətçilik qavramı yeni bir qavramdır və Vestfaliya qərardadından sonra
Qərbi Avropadan başlayıb və bütün dünyaya yayılan bir qavramdır. Biz görürük, hətta o Avropanın özündə də orta çağlarda, o Qurun Vostada o vəfadarlıqlar ölkəyə və yönətimə deyil, daha çox məsələn katolik ölkələr papa vəfadardılar. Pap hər kəsdən çox, hər hakimiyyət. Ya vasal sistemi var, ya məsələn İtaliya və başqalarında dövlət, şəhər, city-state sistemləri var və hər şəhər özünü yönədir. Bunu fəqət demək istəyirəm ki, bu təbii ki, çox yeni qavramdır. Bu Vestfaliya qərardadından bu yana tolid olunan bir qavramdır. Yəni nation state, millət dövlət, ulus dövlət sistemi və təbii ki, onlar bizdən bir neçə əsr daha qabaqcıl və öncü olduqları üçün onlar bunu kəşf eləyiblər və Qərbi Avropadan bütün dünyaya bu yayılıb və hətta bəzi bölgələrə, məsələn, istər Cənubi Azərbaycan olsun, istər yəni Orta Doğu, Yaxın Şərq və başqa bölgələr, oralara yeni bu nəsim, bu əsməyə başlayıb bu rüzgar. Ona görə mən sizin əlbəttə söhbətinizin təyidi çərçivəsində dedim ki, Səfəvidə bu qavram gəlişmiş olmaya bilər, amma indi yavaş-yavaş yerinə oturub və indi təbii ki, cənab Nəsibli dediyi kimi o millət o yetişdiyi o level, o səthə aşamaya görə bəlli ehtiyaclar duyar, millət olma ehtiyacı duyar, hakimiyyəti milli ehtiyacı duyar və o təyini, sərnəveş ya da öz müqəddəratını təyin etmə. Bəlkə onlar daha öncə yoxmuş, amma indi ya vardır, ya yavaş-yavaş oluşmaqdadır. Mən sadəcə bunu istədim, bir açıqlıq gətirəm. Baxın, müasir olmamaq, hətta o dövrdə də təbii ki, bu yeni qavramlar və sonra Birləşmiş Millətlərin qurulması və yeni qanunlar, kuralların yazılması başqa şeylər. Amma siz baxın, görün, geçən tarixdə o zamanki padişahlar, yəni feodal dövrəsində hansı bir ölkə gedib başqa ölkədə hakimiyyət və hakimiyyətin qurub öz dilindən əl çəkib başqa bölgədə olan dilləri öz dilinə çevirir. Məsələn, indi ingilislərin... Mən fəqət bunu deyim parantez içində genə. Bütün Avropa ölkələrində Latin dili rəsmi dilidir. Milli dil, rəsmi dil deyə bir şey yoxdur. Bunlar hamısı 15-ci, 16-cı əsrlərdə tövsiyə tapdı. Əski bütün mətnlər hamısı istər bugünkü Germanik millətlər olsun, istər İngiltərə və başqaları olsun, öz dillərində nə ədəbiyyatları var, nə yazıları var, hər şey latincədir, hər şey kutsal kitabdır, hər şey İncildir. Nəysə, biraz bu mövzunu qısa, çünki ayrı suallar da var. Sizdən icazə verin bir iki tane cümlə deyim. Biraz siz baxın, o sözlər düz sözlər, amma siz buna diqqət edin ki, bir dənə hakimiyyət qurulur İranda, Türklər hakimiyyət qururlar, öz dilləri məhv olur orada. Dünyada hansı bir belə bir imperatoru görmüsən keçsin, bir ölkəyə hakim olsun, bir ölkəyə, başqa millətlərə hakim olsun, öz dilini məhv etsin, başqa dilinə hakim eləsin ora. Avropanı misal verdim də. Bütün Avropa ölkələrini mən misal verdim sizə. Heç biri öz dillərini gəlişdirmədilər. Latin dili ki, indi heç yoxdur. İndi sadəcə kitabxanalardadır və İncil çərçivəsində, yəni kutsal kitab çərçivəsindədir. Yoxdur. Yəni Latin dili bugün İtalya dili ona yaxındır. Amma İtalya dili də Latin dili deyil. Amma nəysə, biraz da buyurun siz... Geçən 200 ildən danışırıq. Artıq mən bilmirəm nə zamandan danışırsınız. 15-ci, 16-cı, 14-cü əsri, yəni Qurun Vosta'dan günümüz. Geçən 200 ilin söhbətini Keçən 200 il, bəli, həqsizdir. O hadisə uzun olmayıb ki, deyiz. Buyurun, devam edək. Bəli, çox gözəl. İndi cənab Nəsibli, mən indi sizdən sual soracağım. Həm fikrinizi deyin, həm də bunu sizdən soruşum. Yəni, Yunus bəy düşünür ki, çünki İranda kantonlar var, Türklər yayınıqdılar, dağınıqdılar, Xorasanda, Əfşarlar var, yəni Türkmənlər var yenə İranın şimal şərqində, İranın cənubunda, güneyində bütün o Qəşqai və Qıpçaq türkləri var, hətta elə Kirmanda və qeyrə. Bu aya bir mane ola bilər ki, Cənubi Azərbaycanda o milli hakimiyyət gerçəkləşməsin. Cənubi Azərbaycan bir kompakt Türklərin əksəriyyət bir şəkildə yaşadıkları bir torpaqdır. Amma o biri təbii ki, bütün İranın hər ustanında Türklər var. Aya bu bir mane, bir əngəl ola bilərmi? Siz həm Yunus bəyin danışdıqlarına nəzərinizi buyurun, həm də bu suala cavab verin. Buyurun. Sağ olun. Çok kısa şekilde bu milliyetçilik ne zaman meydana çıktı? Bu 3 mektep var.
benim en çok itibar ettiğim mekteplerden birisi modernist mektepti. Modernity deyilen bir dönemin yaranmasıyla sizin de o işare elədiyiniz Martin Luther 1648 bu Vestfalya müqaviləsinin yaranmasıyla deməli milliyetçilik ve milli devletlerin, milli eğitim sistemlerin, milli kiliselerin yaranması o dönemden başlayır. Avrupa bunun başını çekti. Ve Avrupa məhz ona göre de çok büyük bir süretle inkişaf eder. Şərtdə neydi? Osmanlı'da 20. əsrin başlarına kadar doğru dürüst bir milli harekat, yani Türkçülük, Türk milli harekatı yaranmamış. O vaxt gördüler ki bu gayri Hristiyanlar ayrıldılar Osmanlı İmperiyasına. Hatta Ərəblər ayrılmaq istədilər. Onda dediler ki, deyəsən bu ümmətçilik bizi xilas eləməyəcək. Bu dövlətçilik, yani Osmanlıçılıq bizi xilas eləməyəcək. Nəsə başka bir şeyin arkasınca gitmek lazım ve milliyetçiliğin bu katı şekli ya da böyle de ifrat şekli bu dağıtıcıdır. Her bir cereyanın ifratı pistir. Liberalizmin de ifratı pistir. Sosyal demokrasiyanın da diye ki bu komünizm şekli alan filan ifrat hemşe pis olur. Ama genel olarak bu gurucu bir cereyandı. Çünkü milli devleti gurur ve bizim de söhbətimiz elə milli dövlətdən. İndi gerek İran coğrafyasına. İran coğrafyasında da Yunus Bey'in o fikrinden ben razıyım. Biraz bir farklı bakıram ama razıyım tabii. Yani bakın, hatta bir cümleyle diyeceğim onu. Bu Şahname ile Fars təəssübkeşliği ortaya çıktı. Yani orada Ərəb düşmanlığı var, Türk düşmanlığı var, Farsları övmek var ve Kur'an'dan daha önemli olan bir ana kitabını yarattı. 11. yüzyıldan bu yana Farslar o təəssüblə özlerini formalaştırdılar. Türkler ne oldu? Yunus Bey'in dediği hakimiyet ellerinde ama milli dillerini yitirirler. Bu Türk tarihinin en facialı bir tarafıdır. Bu ayrı bir mevzudur. Tamamıyla ayrı bir mevzudur. Ben defalarla Günas TV'de de bundan bağlı danışmışam. Bazı adamlar iller evvel deyirdi ki bu milleti niye bu cür hevesten salırsınız filan, bu tarihimizin o menfi hallarını deyirsiniz. Biz de deyirdik ki eğer bu meseleleri biz bilmesek, tarihimizi sorgulayabilmesek, o kahramanlarımızı, o padşahlarımızı falan sorgulayabilmesek biz geleceği görmeyecek. Uzun sözün kısası, Fars Milli Harekatı 19. əsrdə şekillenmeye başladı, formalaşmaya başladı. Hatta Türkler bile o formalaşmada iştirak ederler. 20. əsrin əvvəllərində o Tağızadeler, o bilmem kimler, bu da bir başka bir mübahiseli bir mevzudur. O tek milletli modern devlet kurmak arzusunu dile getirdiler. Karşılarına özlerini unuttular. Bir de gördüler ki artık bunlara eşek değiller, çok bağışlayın. Artık bunlara değiller ki siz bizden töremezsiniz. Onun varlığını bile inkar edilir. Onda millet dedi ki yok, bu Rus Sovyet koşunlarının gelmesi çok güzel bir mühit yarattı, ortam yarattı, ondan istifade edemeyiz. O meseleye de çok girmiyor. Burada demek istediğim nedir? Burada milli harekatların o aynı zamanda başlamaması ve geciken tarafın itkilere maruz kalmasıdır. Bu bir klişe söz var. Bu tarih hem de milletlerin yarışı tarihidir. Ve burada teşebbüsü elden vermek çok büyük onun sonra ağrısını çekmek, bedelini ödemek demektir. Ve Türklük de bu səhvi elədi.
Yunus Bey'in dediği min neçə il hakimiyyətdə olasan sonra da gelip dilin elden gelir. Ve onu milli gücü formalaştırmayasın. Gelirik ikinci suala. Çok önemli bir meselede ama bilmiyorum buna bütün vaktimiz çatacak yoksa yok. Deyək ki bu Yunus Bey de işare elədi. Dedi ki istiqlalçılar yalnız Güney Azerbaycan üçün deməli çalışmağı irəli çəkirlər. Belə demək mümkündürmü? Yəni deyəsən belə dediniz. Bəs axı Güney Azerbaycan dediğimiz o Osmanlıların haricinde de çok bizim soydaşımız yaşayır değil mi? Türk var. Ve çok doğrudur. 93. iliydi Hemşehri gazeti yazmıştı ki Tehran əhalisinin %60'ı Türktür. Hemşehri gazetinde yani o belediyenin o gazetinde zaten məqalə de var bende. Ve İran əhalisinde %40'ı yazmışlar orada. Da, burada necə olacak? Bakın evvelen çok güzel bu meselelerin o müzakereye çıkarılması. Evveller bunun yani bizim geleceğimiz necə olmalıdır. Ayrı şəxslər yani bizim o indi bu qəhrəman olarak hatırladığımız şəxslər. Yani 45-46'da ondan evvel ayrı şəxslər eğer bunu danışırdılarsa, müzakere edirdilərsə, indi bu televizyada, gazetede, ümumiyyətlə medyada müzakere olunur. İçtimai yani müzakeresi teşkil olunur. Çok güzel bir iştir. Ve burada muhtelif birbirinden farklı fikirler var. İstiqlalçılar var, federalistler var. Hatta medeni muhtariyet deyirlər ki, mesela o dil azatlığı olsun, qalanla işiniz olmasın. Özü avtomatik olarak hallolunur. Her bir cereyanın özünün bir məntiqi var ve ona hörmətlə yanaşmaq lazımdır. Ama her bir milli harekat fəalının da bu argumentleştirilmiş, esaslandırılmış bir mevki olmalı. O ki olsun bir partiya, o ki olsun bir teşkilat. Şüphesiz ki onlar bu meseleleri esaslandırmalıdır. Neden istiqlalcı? Neden federalizm? Neden deyək ki dil meselesi həll olunsun, qalanı işiniz olmasın, özü öz yolunu tapacak, su akıp öz yolunu tapacak deyirlər. Ve konkret olarak bakın bu telefonda olan söhbətinizdə de ben size dedim. Ben nəinki istiqlalçı, ben bütün Azerbaycançıyım. Ben isterdim, arzu eləyərdim ki Azerbaycan bir olsun, merkezi Təbriz olsun, bir. Azerbaycan bir olsun, özü demokratik olsun. Avtoritar Azerbaycan ben istemiyorum. Diktatorial Azerbaycan müstakil olsun, filan olsun, yok ben istemiyorum. Hem de demokratik olsun. Ben istəyirəm o layık olsun, layık bir devlet olsun. Teokratik bir Azerbaycan devleti istemiyorum mesela. Arzu eləmirəm. Ama bu benim arzumdan asılı değil. Ya da sizin arzunuzdan da asılı değil. Çünkü bu siyasi gedişatın öz məntiqi var. Ve birdenbire sondan yapışmak doğru da değil. Ve gələk bura, istiqlalçılar Güney Azerbaycan için müstakillik istəyirlər. Bu demek değil ki Azerbaycan kenarında yaşayan bizim soydaşlarımız Türkleri hiç düşünmeyecekler. Yok, o fikir yanlıştır. Benim düşünceme göre bu İsfahan'da yaşayan bir şahsın dil meselesini koyması çok normaldi, çok mantıklıdır. O Azerbaycan'ın müstakilliğinden hatta biraz da korkabilir. Diğer ki o bizden ayrılsa sonra biz burada azlıkta olacağız falan olacak. Onsuz da azlıktasınız, o başka bir mesele. Ya da diğer ki Tehran'da yaşayan bir adamın kültür muhtariyeti istesin. Medeni muhtariyet değilik de biz ona. Bu da çok normal. Ve Təbriz'de yaşayan adamın da inzibati muhtariyet talep etmesi çok normal bir haldı. Aynı sıranı ben biraz da uzatıp diye ki Yunus Bey
İsveç'te yaşayır. Bizim dostlarımız Amerika'da, Avrupa'nın muhtelif ülkelerinde yaşayırlar, Kuzey Azerbaycan'da yaşayırlar ve onların Azerbaycan için, Güney Azerbaycan, ya İran'daki Türkler için istiklal istemeyi de çok normal. Yani burada da bir mentik var. Ve bunlar esne kalanda bilirsiniz mi? Bir de bir şey diyeyim. Milli Harekatta biz o acı tecrübeni yaşadık. Zaman var idi, birbirini kabul eləmeyen bu itilatın adamı deyirdi. Ya da sevdiği adama deyir ki bu milli adam, bu temiz adam. Ben inanıram buna. Ya da deyirdi ki bu solçudur. Ben o solçunu kabul eləmərəm filandır. Şükür bu məncə keçdi. Bence bir belediye bir cereyan olarak geçti. İndi esas müzakereler istiklal, federalist, dilçi filan meselesi üstünde bu da çok normaldir. Anormal olan bilirsiniz mi nedir Ahmet Bey? Bunların birbirine düşmen kimi bakmalıdır. Burada insanlar şəxsiləşdirməməlidirlər. Personifikasiya deyirlər də şəxslərin üstündə qurmamalıdırlar. Federalçı haindir, istiklalçı qəhrəmandır və yaxud da tərsinə. Olmaz öyle bir şey. Bu anormal bir şey. Çünkü ben bir daha tekrar olarak deyirəm, söhbətimin başında da dedim bunu. Bunu ne Kuzey Azerbaycan'daki, ne Avrupa'daki, ne Amerika'daki filan həll eləməyəcək. Orada həll olacak. O milyonlar ki küçüyə çıxacaqlar və fədakarcasına bu məqsədlər üçün irəliləyəcəklər. Bax, onlar müəyyən eləmək haqqı var. Fikir olarak şüphesiz biz bunu tartışabilirik ve tartışmalıyız. Bu çok güzel bir şeydi. Bir de burada yeri düşmüşken vakit varsa bir şey de diyeyim. Bu dedim, bu geçen aylarda Yasemen Karakoyunlu Hanım'ın bir teşebbüsünden bir konferans oldu. Stratejimiz nece olmalıdır falan. Ben orada dedim. Dedim ki bizim için çok sade gelen, göze yani nedir ki xırda bir mesele diye 2 senedin olması lazım Milli Harekat için. Güney. Bu senetlerden birisi demeli senetlerden birisi Milli Harekatın Əxlaq Kodeksi. Kodeks nedir? Qaydaların tamı, cəmi. Əxlaqi meseledir. Sen adama hain diyebilmezsen, eğer adam milli harekatta fedakarlık eləyirsə, canından, malından, vaxtından, sağlamlığından keçirsə, sen ona xəyanətkar deyebilmezsen. Ve bu əxlaq meselelerinden bağlı bir sənəd hazırlansın ve siyasiler, yani belə deyək, siyasi teşkilatlar, partiyalar filanlar, özde çok şey lazım değil orada. Mesela bir şeyi kabul edeyim ki, kardeş sen federalist olabilirsin, istiklalçı da olabilirsin, ama sen o birisi cereyanı temsil eden şahsı düşman olarak görmemelisin. Evet. Buna eğer imza etmeyecek şahs veyahut da bir teşkilat, bence anormal bir teşkilat. Bu siyasi harekatın elbasıdır. O diye ki bir toplantıda imzalansın ve bu milli harekata bir rahatlık getirsin. Çünkü bizim hedefimiz o istiklalçı veyahut da o federalist değil. Bizim hedefimiz o Fars şovinizmi. Bizim hedefimiz bizi tehdit edeyen, geleceğimizi tehdit edeyen İran'daki rejimdir. Ve ikinci senet bitiririm. İkinci senet milli harekatın felsefesi. Bu da çok sade görünür. Ne diye yani bilirik de hamımız bilirik ki biz demokratik Azerbaycan istiyoruz. Ama bunun üzerinde eğer biz razılığa gelirikse farklı o teşkilatlar bunun özü bir ilerleyiştir. Hamı demokratik devlet istəyir mi? Azerbaycan istəyir. Birisi durup diyebilir ki o demokratiyada filan da sonraki mesele. Esas biz o bağımsızlığımızı, müstakilliğimizi halleleyek, sonra o meselelerini de halleleyek. Bu da bir yanaşmadır, bu da bir mentiktir. Ama dediğim gibi bu milli harekatın felsefesi senedinde
bir razılıq olsa, əvvələn bu təşkilatların mövqeləri yaxınlaşar. İki, sən hərəkatı təbliğ edə bilərsən. Amerikada, Avropada, Rusiyada, İsraildə, Türkiye'de görecek ki ya bu teşkilatlar ne istəyirlər. İki, qadın meselesi. O da sonraya saklanacak mesele değil. Fikir olarak sen buna imza atmalısın. Evet. Əks təqdirdə senin o gördüğün işler bihuda, boş şeylerdir diye ben düşünürüm. Çox deyəsən vaxt aldım, bağışlayın. Çox sağ olun, təşəkkür edirəm cənab Nəsibli. Cənab Şamili, sizdən mən sonraki sualı eşidim, mətrəh eləyim. Əlbəttə, əgər xas bir nəzəriniz var, danışa bilərsiniz. Sonraki sual da budur ki, milli... O sualı vermeyeyim. Bəli. O sualı vermeyeyim. Ben bir dəqiqə, 2 dəqiqə bazı Buyurun. izahlar vereyim. Ondan sonra sual verirsiniz daha yaxşı olur. Bakın, bizim hərəkatımızın sıralarında fəaliyyət edən insanlar insan haqları bəyannaməsini ürəkdən, beyindən qəbul etməlidirlər. O önəmlisidir. Orada deyir ki, hər insanın haqqı var, hansı fikri istəyir daşısın və onun təbliğ və tərvic etsin. Orada ona haqqı var. Evet. Yəni bizim biri istiqlal fikri var, biri federal fikri var, biri muxtariyyət. Hər kəs özü təyin edir, ona haqqı var, elə düşünsün və onu da təbliğ etsin. Yəni buna əgərsə bu insan haqları bəyannaməsinə bir saygımız olsa və onu qəbul etsə ki, gərək qəbul edək, gələcək qurulan dövlətdə onu bir qanun kimi qəbul edək, onu yalnız formalitə deyil, elə ürəkdən qəbul edək. Burada onda fikri ixtilaflar ki, bu mənada sən nə düşünürsən, xainsən, sən belə düşünürsən, pissən, yaxşısan, o aradan gedər. Yəni bilərik ki, hər kəsin haqqı var, bir düşüncəsi olsun. Ona görə biz belə düşünürük. Amma mən onu başqa şeydə görürəm. Yəni, onlar ki, dar açıdan məsələyə baxırlar. Onlar, yəni, ideolojik açıdan problemlidirlər. Bizim, yəni, siz indi baxarsınız, dünyanın hər yerinə baxarsınız, ölkələrdə mühafizəkar bir baxış var bir şeyə. Bir də bir normativ, demokratik baxış var. Sonra sol baxış var. Və yəni o mühafizəkarın daha mühafizəkarı var. Irqçı var və faşist var və belə. Yəni bizim hərəkatımızın içində bir dənə böyük bir əskiklik var. Yəni bu hərəkatın içində dərin təcrübəsizlik var. Məsələn, ideolojik yəni baxış məsələyə. Biz hangi sosial siyasi teori açısından bu hərəkata qarışırıq? Milli hərəkət yəni milli müqəddərat yəni haqq, yəni qanun. Beynəlxalq qanunda yazır ki, bu insanlar ki bir toplumda yaşayırlar, bir dillər var, bir tarixləri var, bir ölkələr, vətənlər var. Hakimiyyət qurmaq, yəni o bölgəni idarə etmək şeyləri var. Yəni haqları var. Bu bir haqqdır. Amma o haqqa getməyə biz bir siyasi teorumuz olmalı lazımdır. Sosyal siyasi teorumuz olmalı lazımdır ki, deyək, mən bir demokratam, mən bir solçuyam, mən bir millətçiyəm, nasyonalistəm, biri aşırı nasyonalisti, biri aşırı kommunisti. Belə çox bölünür. Və bu hər kəsin də haqqı var, hər fikri olsun. Amma çaba budur ki, ən rasyonal, ən demokrat, ən düzgün, ən cəzb edici, ən normativ dünyada qəbul olunan fikrinlə meydana gəlməyimiz lazımdır. Çünki bu millət cəzb olmalıdırlar bu hərəkatın içinə. Ona görə bu hərəkət, bu şey ki siz deyirsiniz, məncə o insanlarımızdan qaynaqlanır ki, çox dar baxış açıları var. Yəni, sadəcə bu, yəni, mühafizəkar ideolojilara inancları var. Biz sadəcə açıq deyim sizə, bizimkilər ki MHP təsir altındadılar. Aşırı nasyonalist. Onun təsir altındadılar. Onlar nəyə xain deyirlər? Bunlar da o xain deyirlər. Nəyə vətənsevər deyirlər? Bunlar da ona vətən. Yəni, birinin arxasına, quyruğuna düşüb getmə məsələsidir. Müstəqil düşüncə sahibi olan insan başqası, bir başqa düşüncəsi var. Niyə onu xain tanısın? Hər kəsin haqqı var, hər düşüncəsi olsun. Ona görə biz buradan keçək, mövzudan birə uzaqlaşmışıq.
Yəni o sorulara fikir edirəm ki, cavabı yetişənməyəcək. Bəli, mən icazə verin sualı soruşum. Sonraki sual da budur ki, milli hakimiyyət Güney Azərbaycan üçün sizcə bir zərurətdir, yoxsa bir seçənəkdir, bir intixabdır? Bir də bu milli hakimiyyət ancaq və ancaq istiqlalla mı əldə edilər, yoxsa başqa qalıblarda, başqa çərçivələrdə, istər federalizm olsun, istər geniş öz yönetim olsun və başqa desentralist sistemlər və çərçivələr olsun. Onlar ilə də biz bunu yəni reallaşdıra bilərik, gerçəkləşdirə bilərik. Yunus bəy, sizdən soruşuram. Sonra təbii ki, cənab Nəsiblidən də istəyəcəm eyni suala cavab verin. Gözəl ki, iki dənə sualı bir-birinin yerləşdirici bir suala yaxşı oldu. Yəni biraz zamanımız qısadır da. Bir seçənəkdir ya bir zərurət, elə bir bu zərurət seçənəyin qabağında durmur. Orada zərurət əsasında bir seçənəklərə əl vurmalıyıq. Biz seçim zorunda qalmalıyıq. Elə gəldiyiniz, devam etdiyiniz sözün, sualın devamında istiqlal mı, federal mı? O da o seçənəklərdir. Zərurət, yəni şəksiz zərurət orada var. Amma seçənəkdə biz seçməliyik. Seçməyi nə təyin edir? Şərait təyin edir. Ki, hangi durum var və biz hangi şərait və hangi yolu seçməliyik milli haqları əldə etməyə. İndi qoyumu da izah edim sizə. Baxın, istiqlal sözü. İstiqlal sözünün beynəlxalq hüquqda daxili sömürgə devlətlərdə, daxili istimarlarda, yəni bir ölkə var, tarix var. Bu tarixdə içəridə bəzi etniklər, qruplar var. Onlara da keçən tarixdə, hüquqda onların devlət, müstəqil devlət qurmalarına haqq tanınmış. Yəni, ümumiyyətdə xarici istimarın altında yaşayanlara bu hüquq, yəni milli müqəddərat təyin etmə hüququ müstəqil bir dövlətin qəbul olundu və çoxlu dövlətlərdə quruldu və devam etdi. Bu yəni iç istimarın şeyində olan, hakimiyyət olan qurumlarda bir şərait var. Uzun bir söhbətdir. Bunu yəni mən biraz qısaldıram. Uzun bir söhbət var. Yəni deyir ki, onlar ki içəri, yəni etnik, yəni bir multi-etnik ölkələrdə yaşayan cəmiyyət, beynəlxalq hüquq deyir ki, yəni bu praksisdir, əməl olan budur. Deyir ki, siz, yəni o millətlər, yəni etniklər deyək daha aydınlaşsın. O siyasi coğrafiyasının daxilində yaşayan etniklərin tamam yolları denəməlidirlər ki, öz haqlarını əldə etsinlər. Əgər yollar denənməsə, sülhlə həll olmasa, onda beynəlxalq alanda, yəni beynəlxalq hüquq ona yardımcı ola bilər. Necə yardımcı ola bilər? O yüzden, yəni baxın, indi məsələn siz diqqət edin ki, Kosovo, Bangladeş və ya Eritre'də bu iş oldu. Yəni sülh deyil. Orada qan dökülmə, cinayət olma və orada kəsinləşir ki, mümkün deyil. Yəni orası sülhlə içəridə məsələ həll etsinlər və istiqlal məsələsi ortaya gəlir. Yəni, qanlı bir hadisədən sonra və bir sülhlə və ya barışla sonucu verməyən bir durumda beynəlxalq məhkəmələr bu vəziyyəti o üç dövlətə qəbul etdilər. Amma baxın, sizdən başqa bir misal vurum. Katalan bir demokrat dövlətin çərçivəsində yaşayır. Çıxır istiqlal istəyinə, referendumuna qəbul olunmur. Ne üçün? Anayasada yoxdur elə bir şey. De facto onların haqqı yoxdur. Amma İskoçlar və Kanadada olan Quebec, Fransəlilər orada qanunda de facto hüquqları olmaq üçün onlar istiqlal referenduma gedə bilirlər. Və əlbəttə ki, sonucu olmadı üçün səs gətirmədilər. Yəni bunu istəyən deyim ki, baxın, bir son misalda vurum sizə. Əraqda Kürdlər. Əraqda Kürdlər tamamen fərqli bir açıdan istiqlala alanmadılar. Əraqın qanununda de facto hüquq var. Yəni Kürdlər həqləri vardı ki, bir gün referendumla istiqlal etsinlər. Amma Əraqda üçün məsələ sülh və barışla həll olub və Kürdlər sıxıntı altında deyirlər, öz bölgələrinə hakimdirlər və orada öz siyasətlərini yürüdürlər. Ona görə zərurət istiqlal qəbul olunmadı və onlar getdilər istəyə. Amma Amerika onların quruluşunda ciddi rol oynamışdı, himayət eləmədi və başqa dövlətləri himayət eləmədi və İran, Əraqdakı
zahirən yəni şovinistik siyasətlərini ki, qəbul eləmirlər, millətlərlə sıxıntıya qoydular və bu məsələni bitirdilər. Amma huquqi cəhətdən Əraqın kütlərinin hüquq almaması orada sülhlə çözümə varması üçündür. Ona görə buna indi qeydaq bizim öz bölgəmizə. Heç bir devlət, baxın, qanunda deyirik də, bax, danışdıq ki, hüquqda, anayasada bir usul lazımdır. Türk milləti üçün İranın anayasasında bir kəlmə, bir söz var mı? Yəni, anayasada bizim millətimizin adı yoxdur, dilinin adı yoxdur. Heç zat yoxdur hüquqda bizim üçün. Orada bir şey var, ana dillər vardı, oxuya bilərlər, ana dillər, hansı dillər yoxdur, adları yoxdur. Yəni, Türk dilinin adı, adı yoxdur, sən eləyə bilməsən danışırsan. Məclisdə bir dəvə bu Azərbaycan, bu şiələrin, bu rejimin öz tərəfdarları məclisdə çıxdı, bir şeir oxudu ki, Bəhreynin şiələrindən himayət etsin. Onu məhkəməyə vermək istəyirlər ki, sən bu məclisin səhnində, bu məclisdə bir biganə dilindən danışırsan. Çünki o qanunda yoxdur, Türk dili adı. Amma baxmayaraq bizim faallarımız bu durumdaki bizim o qanunda heç bir haqqımız yoxdur. Bizə istiqlal istəyirlər. Hansı istiqlal? Hansı hüquqa dayanır? Yunus bəy, mən fəqət bunu deyim parantez içində. Bütün yəni o ilkel insani haqlar İran konstitusiyonunda, İran anayasasında, qanun əsasında yoxdur. Məsələn, qadınlara heç bir haqq tanınmır. İkinci sınıf vətəndaş heyvanlara, insanlara, doğaya, çevrəyə, təbiətə. Yəni İranın qanun əsasisi Taliban ilə Daesh ilə çox böyük bir fərq yoxdur. Çünki onlar yoxdur. Millət gərək istəməyə, bir tələbatı olmaya, bir istəyi, bir mütalibatları olmaya gərək. İcazə versəz gəlişdirirəm. Bax, icazə versəm bir daha cümlə deyim. Onu gəlişdirirəm o cümlələri. Diqqət edin. Tamam o ölkələri ki, Azərbaycan daxil. Quzey Azərbaycan, Cumhuriyyət daxil. Tamam o ölkələri ki, istiqlala çatıblar, hamısı federal devlətdən keçiblər. Yəni Azərbaycan daxil 70 ildir federal dövlət çərçivəsində yaşayıblar. Gedin, baxın, məsələn, Yugoslaviyada dövlətlərin dəyişməsi və Yugoslaviyada orada tamam dövlətlər federal dövləti çərçivəsindəydı. Geçsən, Quebeclərə baxırsan, federal dövlətlər şov istəyirlər, istiqlal istəyirlər. Katalanlar federal dövlətlər istiqlal istəyirlər. Yəni, hara baxasan, onun kökündə bir federal dövlət və hüquqda yerləşmiş, qanunda yer almış. Bunu istəyirəm deyim ki, İstiqlal istəmi bu aşamada bizim hərəkatımız üçün ziyan vericidir. Hüquqda yeri yoxdur. Bir də başqa şey var. İstiqlal məsələsini bizdən, yəni İranda Türk hərəkatı ilə İran rejiminin savaşının sonucu təyin etmir. Hətta biz özümüz, yalnız Türklər bu rejimə qələbə çalsaq belə istiqlalı ala bilmərik. Çünki onu Amerika qəbul eləmədi, Avropa qəbul eləmədi. İcazə verin, mən fəqət bunu deyim. Böyük bəhsimiz hakimiyyəti milli məsələsidir. Təbii, mən fəqət bunu soruşdum ki, bu bir zərurətdir, ya bir intixab və seçənəkdir. İndi bəhsimiz istiqlal deyil. Yəni istiqlalla da bu olanı bilər, ya xud muxtar. Bəli, buyurun. Bir daha cümlə ilə ilişdirim, tamam. İstəyirəm onu deyim ki, biz bu hakimiyyəti qurmaq üçün milli hakimiyyəti Güney Azərbaycanda və başqa Türk kantonlarında qurmaq üçün bir real, düzgün, cəzbedici yol seçməliyik. Və məncə o yol bunların içində təbii ki, federalizmdir, milli federalizm deyə onu adlandırılır ki, yəni bu kantonlarda və Güney Azərbaycanda, yəni bitişik bölgələrdə, Türklər yaşayan yerlərdə eləyə birisində öz idarə etmələrini yəni qursunlar və qanuna geçsinlər. Bir daha da bunu işarə edeyim. Baxın, İranda Türklərin və başqa xalqların hüququnu əldə etməyə bir şans var. Bir şans var. Nədir o şans? İranda Fars hakim millət belə bu rejimi dəyişmək istəyir. Yəni, bu rejimi dəyişmə əgərsə gerçəkləşirsə, bu İranda yeni qanun, yəni anayasa yazılmalı lazımdır. Yəni, məsələn, indi İspaniyada yeni anayasa yazılmayacaq. Yəni, Katalanların müstəqil olmaları belə çox böyük bir kölgə altında bir sorundur. Amma bizim millətin İranda bu hakimiyyətin belə bir vəziyyət olduğuna görə ki, rejim əsasən devrilmə lazımdır ki, değişilsin, yeni anayasa yazılmağa gərəkir. Əgərsə xalqlar, qeyri-fars xalqlar İranda güclü meydanda olsalar, o
müəssis məclisdə güclü huzurlar olsa, eləyə bilərlər o anayasaya milli federalizm yerləşdirsinlər. Bəli. Ona görə deyirəm ki, biz yalnız Güney Azərbaycanda yaşayan türklər yox, İranda hətta şəhərlərdə belə orada-burada yaşayan türklərin də bir-bir hər birinin səsinə gələcək ehtiyacımız var. Ona görə biz bir millət kimi, türkmənlər bunun üçün yerləşmir ha. Türkmənlər bunun üçün yerləşmir. Türklərdən danışırıq. Türklər kantonlarda, Tehranda, Güney Azərbaycanda və bir azınlıq kimi fərqli şəhərdə, şəhərlərdə yaşayan Fars və ya başqa bölgədə yaşayırlar. Onların bir-bir səsinə ehtiyacımız var. Fikrinə əvvəl milli fikri və sonra zamanı yetirində səslərinə ehtiyacımız var. Çox gözəl, çox sağ olun Yunus bəy. Nəsib bəy, sizdən də eyni sualı soruşuram. Yunus bəy dedi ki, bu milli hakimiyyəti əslində xarici istimara ilişkiləndirdi. Xarici sömürgəçilik altında olan ölkələrə daha çox milli hakimiyyət, daha çox o öz müqəddəratını təyin etmə ya da the right to self-determination məsələsini mətrəh elədi. Siz həm bu məsələdə, yəni daxili istimara bu şamil olmur, bu öz müqəddəratını təyin etmə məsələsi, həm bu məsələdə Yunus bəyin nəzəri barəsində nə düşünürsünüz? Həm də mənim sualım haqda ki, bu milli hakimiyyət bir zərurətdir, bir seçənəkdir, bir intixabdır və bir də bu ki, istiqlalla ancaq əldə edilər, yoxsa bir federalizm ilə də və başqa çərçivələrdə də bu əldə edilə bilər. Buyurun, sizdən eşidək. Əslində Əhməd bəy, bu çox önəmli bir sualdır və bu sualın cavabı həm fərdi, həm qrup, həm də milli səviyyədəki o müzakirələrdə, mübahisələrdə də özünü göstərir. Qarşı tərəf məsələn deyir ki, sənin nəyinə gərəkdir bu istiqlal, ya muxtariyyət, ya bu dil, eləmi? Deyək ki, ən yumuşaq şəkildə biz dilimizi istəyirik, ya da deyirik ki, mənim adım bu İrana bu qədər xidməti olan bir millət olaraq adım keçsin heç olmasın. Sən mənə Azəri deməydən, sən mənə bilməm nə deməydən öz adımla yaz. Yəni kimliyimi orada bildir. O tərəfdə deyir ki, əks tərəfdə deyir ki, yox olmaz. Nədən olmaz? İran bölünər. Nədən olmaz? Bu olmaz. Nədən olmaz? O olmaz. Elə mi? Bunu biz ailələrimizdə də görmüşük. Deyək ki, Sovet dövründə biz evlərdə də danışırdıq. Deyirdilər ki, sən bu müstəqilliyi nə istəyirsən ki? Və öz mövqeyini əsaslandırmaq məcburiyyətində qalırsan. Bu nədir? Çox qısa şəkildə. Biraz əvvəl dedim, Rəsulzadənin o məqaləsini bir gün bir müzakirəyə çıxardı. Millət olma əzmi. Əgər bir millətin ədəbiyyatı yaranırsa, bir toplumun ədəbiyyatı yaranırsa, əgər onun mətbuatı yaranırsa, musiqisi var və inkişaf eləyirsə, dili var və inkişaf eləyirsə, yazı dili yaranıbsa, o artıq özünü millət hiss edirsə, mütləq deyəcək ki, məni bu təhqirlərə məruz qoymaq insafsızlıqdır, yumuşaq deyil. Ya da cinayətdir filan. Və ona razı olmayacaq. Yəni, o seçənek baxır, fərdin də mövqeyinə baxır. Adam var deyir ki, nə olsun, indi də belə olsun da. Amma elə hər kəs istiqlalçı, federalist ya milli fəal olası deyil ki. Əslində qalanda o azlıq müəyyən edir elə millətin gələcəyini, toplumun gələcəyini. Çoxluq o zaman elə deyir ki, bunsuz da keçinə bilərik. Yəni, dediyiniz o seçənek, yəni Türkiyədə bir ərəbcə söz deyirlər, onun əvəzində tərcih. Bu bir tərcihmi, yoxsa zərurətmi? Bu zərurətdir. Çünki sən əgər hakimiyyətinə sahib olmayacaqsansa, nə dilini qoruya bilirsən, nə mədəniyyətini qoruya bilirsən, nə kültürünü qoruya bilirsən. Yəni, sənin varlığını müəyyən eləyən o şərtlər heç birini qoruya bilmirsən. İranda bizim milli tariximizin o acı təcrübəsi də bunu göstərir. Ona görə çox normal olaraq məntiqlə deyir ki, bu hakimiyyətə mənim ehtiyacım var, məni qorusun.
Əslinə qalanda hakimiyyət dövləti müəyyən eləyən atributlardan, 3-4 atributlardan biridir də. Nədir? Qoruma funksiyasıdır. Yoxsa o başında belə deyək, bir toxmaq yaratmaq üçün deyil. İbtidai cəmiyyətlərdə dövlət o şəxsləri qorumaq üçün yaranan bir institutdur. Bu da onun kimi. Bu da deyir ki, benim dilimi, varlığımı, medeniyetimi ve hatta gururumu koruyacak bir hakimiyete ihtiyacım var. Bu olmazsa olmazdı. Geldik, gerek onun beynəlxalq hüquqda yeri dediniz, elə mi? Yunus Bey de bahsetti. Yunus Bey dedi ki, bu daha çok mesela xarici istimar, xarici sömürgəçilik altında olanlara bu daha çok uygulana bilər. Yani ister milli hakimiyyət olsun, ister öz müqəddəratını təyin etmə məsələsi olsun, ister məsələn hətta referandum ya başka şəkillərdə bu istiqlal məsələsi, milli hakimiyyət məsələsini o aslında onlara daha çok uygulanır. Xarici istimar, xarici sültə altında olan ölkələr. İndi deyək ki, birinci variantda millətləşmənin o dərinləşməsiyle belə bir tələbat ortaya çıxdı. Mübarizə getdi və indi onu mərkəzi hakimiyyət birinci qəbul etməlidir. Yəni, deyək ki, Madrid qəbul etməlidir, Tehran qəbul etməli, Moskva qəbul etməli idi Sovetlər döneminde filan da. Ve bugün de yine var. Yani o muhtariyetler filanlar Çeçenistan istedi, Tataristan istedi, Başkıristan istedi 91'den sonra ama merkez dedi yok. Niye yok? Onun da öz gerekçeleri var. Onun da öz problemi. Çok kısa şekilde. Bakın bu təyin müqəddərat hüququ Woodrow Wilson döneminde ortaya çıktı. Ben bunu neden deyirəm? Çünkü Azerbaycan Cumhuriyeti'nin istiqlalı elan olunmuştu. İndi Paris Sülh Konferansı'nda onun qəbul olunmasını arzu edirdiler. Woodrow Wilson'ın o məlum 5 idi, 6 ilə başladı, sonra 14 prinsipi falan oldu. Onlardan biri de təyin müqəddərat hakkıdır. Ama hak var. Onun şərtləri de var. Deyir ki, bir, sen gerek hakim bir millet tarafından istismar olasın. İki, çok önemli meselelerden birisi özün özünü idare eləməlisən. Çünkü niye deyirik ki biz orada bu bağımsızlığını elan eləmişti ve onlar da Azerbaycan Cumhuriyeti'nin o dövrdə 18-20'ləri deyirəm, o resmi nümayəndə heyəti Əlmərdan bəy Topçubaşı'nın az bir vaxtda 22 tane kitap çap elətdirdi orada ve əsaslandırdılar. Dediler ki bizi istismar elədilər. Bizim adımızı belə istifadə eləməyə qadağan elədilər. Bize Tatar dediler. Bizim medeniyetimizi kontrol altına aldılar. Bizim inkişafımızın karşısına aldılar. Sonra Ermenileri bizim üstümüze saldılar vesaire ve illahire gerekçelerle esaslandırdılar bu isteklerini. Ve ayın 12'sinde yok 11'inde yanvar ayının 11'inde yani 2 gün önce bugün 13'ü değil mi? 2 gün önce 100 yıl evvel Azerbaycan Cumhuriyeti istiklalı Paris Sülh Konferansı tarafından kabul oldu. Ve bu da bir süreciydi. Bunun da şartları var. Bir halva demekle ağız şirin olmaz. Ve o da çok önemli bir faktı. Deməli, Yunus Bey onun üstünden aslında bilinen bir şey. Bakın bir dene belə ben bunu bizim istiqlalçı dostlara deyəndə acıqları gelir. Deyirəm, dünya tarixindən bir dənə misal çəkin. Ki bu süreçte federalist olmadan veyahut da muhtariyet harekatı olmadan istiqlal istemiş olsunlar. Kuzey Azerbaycan'ın tecrübesini deyirlər. Elə mi? Kuzey Azerbaycan'da ne oldu? Müsavat Partiyası ilk programda dedi ki ben muhtariyet istiyorum. Sonra ülke paramparça olandan sonra muharebenin neticesinde bir neçə aydan sonra programı değişti.
taktik programını dəyişdi. Dedi ki, artıq zaman yetişib, mən istiqlalımı elan edirəm və mayın 28-də elan edirəm. Və burada çox önemli bir şey var. Beynəlxalq hüquqda belki bunu ayrıca bir danışmaq lazım. Bizim dostlarımız da əsəbləşməsinlər. Elə deyəndə də dəli olurlar. Beynəlxalq hüquqda iki çox önemli prinsip var. Sənədlərin zorla dəyişilməzliyi prinsipi. Jean Bodin filan döneminde 18. əsrdə o suverenlik prinsipi filan. Daxili işlərə qarışa bilməzsən. Sənədləri zorla dəyişdirə bilməzsən. Bu Qarabağ məsələsində bu Azərbaycan Qarabağ ətrafında olan proseslərdə də özünü göstərir. Azərbaycan tərəfi deyir ki, sərhədlərim zorla dəyişə bilməz. O biri tərəfdə deyir ki, bəs mənim xalqım, erməni xalqı təyin müqəddərat haqqına sahibdir. İki prinsipdir, değil mi? Və bugün beynəlxalq hüquqda bu sərhədlərin zorla dəyişməzliyi prinsipi daha üstün bir mövqeydədir. O başka bir meseledir. Senin gücün çok olacak, söylediğiniz gibi. Yunus Bey'in söylediği gibi. Gayri-Farsların milli harekatı o kadar güçlü olacak ki bu Tehran'ı mecbur edecek. Kabul eylesin. Ve burada çok önemli bir mesele de var. Bunu hemşe ben vurgulamak istedim. Ne kadar ki Farslar, Fars düşünürleri, Fars fikir adamları, aydınları bu cür o vəziyyətin qalmasına razı olacaqlar. Farsların özü belə heç zaman azad olmayacaq. Marx'ın bir sözü var, yaxşı bir söz. Mən Marksist değilim ama çok yaxşı söz. Deyir ki, başka bir xalqı əsarət altında saxlayan bir millət özü azad ola bilməz. Həqiqətən elədir. Və Fars da anlamalıdır ki, necə ki Ruslar bir zamanlar anladılar. O məşhur disident var, Solzhenitsyn. Yunus Bey hatırlıyorsunuz da o meşhur yazıcıydı. Deyirdi ki bu Orta Asya, Kafkaz'ı deyir bir çiğinlerimizden atmasa Rusya inkişaf edebilmeyecek. Çünkü enerjisinin büyük hissesini bunları esaret altında saklamaya sərf edir. Fars da bunu anlamalıdır. Fars aydını da bunu anlamalıdır ki bak bu milli harekatla ya da milli problemlerin həlliyle İran'ın genelde demokratikleşmesi birbirini tamamlayan meseleler. Sen eğer qəbul eləmirsənsə, özüne de demokrat değilsen, bu Türk'ün hakkını, Ərəbin hakkını, Kürdün hakkını, Türkmenin, Bəlucun hakkını qəbul elə, sen demokrat falan değilsin. Çünkü bu onun evvelen fundamental hakkıdır. Doğuştan getirdiği fundamental. İki, bu aynı zamanda İran'ı demokratikleştirme vasıtasıdır. Hatırlayaq, 1945-46'da dediler Azerbaycan'a muhtariyyət, İran'a demokrasiya. Kürdistan da dedi onu. Hatta 79'da falan da o yeniden ortaya çıktı. Ve bu çok güzel bir bence düsturdur. Eğer İran'a demokrasiya istəyirsense bu gayri-Farsların da hakkını almalısın. Ve tersine eğer sen İran'ın demokratikleşmesini yok tersine diyek de bu yani birbirine o kadar bağlı bir meseleler ki biri o birisini qəbul eləmirsə deməli o da alınır. Bərnaməmizin sonlarına yaxınlaşırıq. Mən fəqət bir dənə sualı sizdən soruşum. Buna yəni biraz aydınlıq gətirin. Nəsib bəy, siz dediniz ki, sərhədlərin əslində dəyişməzdir. Bəli. Zorla dəyişməzdir. Bəli. Yəni bu çərçivədə bunu bir beynəlxalq bir hüquq çərçivəsindən bunu gələrək bunu dediniz. Yəni o zaman yəni bütün bu yeni icad olunan ölkələr bunlara necə baxırsınız? İstər Endoneziyada məsələn Şərqi Timor olsun, istər elə Çek və Slovaki misalı olsun, istər Yugoslaviya və başqa misallar, ya elə Sovyetlər. Əlbəttə Sovyetlərdə təbii ki o biraz hekayə fərqli idi. Yəni
bu yeni xətlərin çizilməsi, yeni sərhədlərin, yeni sınırların, istər Cənubi və Şimali Sudan olsun və başqaları. Bunları o zaman təbii vaxtımız yox. 1-2 dəqiqədə necə dəyərləndirirsiniz bu çərçivə, prensip üzərində? Yine de onu diyeyim. Bu milli harekatlar o kadar güçlü olmalıdır ki o merkezi mecbur etsin. Ve merkez de anlasın ki ben hatırlayıram, indi vaxtımız yoktu. Bu ben Moskvada okudum. Moskvada ziyalıların büyük bir hissesi deyirlər ki Rusiyanın inkişafı için bunlardan azad olmalıyıq. Siz de gedin öz evinizi kurun filandır. Yani elə bir düşünce de gelmiş. Elbette ki Rus emperyalizmi yine var. Ben indi onu müdafiə falan eləmək istəmirəm. Merkezde ehval ruhiyenin de değişmez. Bir, milli harekatların güçlü olmaları, birbirlerine arasında eğer çok milletli devlet ise əlaqənin olması, bu da çok vacip şartlardan birisidir. Ve iki, merkezin de müəyyən mənada bunu ya zorla ya hoşla razı olmaları. Yani eğer razı değilsense daha pis bir vəziyyətə düşəcəksən. Üste gel. Bundan da iş bitmiş. Bundan da iş bit. Katalonya meselesini dedik. Katalonya meselesine Avrupa Birliği'nin üzüydü İspanya ve gidip Brüksel'de, Paris'te, orada burada Nitke eliyle, iradeliler sonra dertlerini anladılar. Katalonya'nın da bu hakkıda. Ama Avrupa Birliği ülkeler neden kabul edemiyor? Bak bu prensibe göre. Yani ne prensibi? Sərhədlərin zorla değişmezliği prensibi. Zorla. Hoşla değişebilir. Eğer Madrid'i mecbur eləsələr, deyək ki, burada finans, əskəri, siyasi təzyiq altında mecbur eləsələr, əlbəttə ki, Kataloniyanın istiqlalı təmin olmuş olsun. Bu Britaniya adalarına ait değil. Çünkü orada kanunla separatizm qadağan olunmuyor. Ve eğer Skoçya'nın, Şotlandiya'nın deyirik de Azərbaycan'da, Şotlandiya'nın əhalisi %50 artı bir istiqlala səs verseydi, Şotlandiya'nın istiqlalını London qəbul edecekti. Ve bu hiç de bizim bazı dostlarımızın düşündüğü gibi sade mesele değil. Ama yine de burada önemli olan, merkezde olan milli iradet. Milli irade varsa eninde sonunda öz yolunu tapacak. Bir de ki bu prosesleri 3-5 adamın beyin fırtınasıyla süratlendirmesi mümkün değil. Bazı prosesler var ki tabii axarınla gitmeli. Biraz da insanlar hövsələli olsun. Ben bugün bir daha tekrar olarak diyorum, bağımsız, bütün Azerbaycan istiyorum ama her şey mənim istəyəndən asıl değil ki, bağlı değil ki. Bence daha dediğiniz vaxtı azdı, ona göre kısa kestim. Bəli, əslində vaxtımız heç qalmayıbdır, amma yenə son cümlələri Yunus bəydən və sizdən alaq. Mən bir 2-3 dənə sual qalmışdı. Onları təbii sizdən artıq zaman yoxdur. Amma bu sualı soruşa bilərəm. Bu sual çərçivəsində yəni son sözlərinizi də sizdən alım. Yunus bəy, bu haqqı hakimiyyət, milli hakimiyyət haqqını uygulamaq üçün, yəni Cənubi Azərbaycanda bir də bölgədə və bölgə gücləri və dünya gücləri açısından baxaq. Onların nə kimi tutumları, mövqeləri, tutuşları, davranışları var. Bu çərçivədə sizin son cümlələrinizi də almış olaq. Yunus bəy, buyurun. 2-3 dəqiqədə. Çok güzel. Elbette tələsik lazım. Bir başka programda qoya biləriz biz. Nəsibli bəylə oturardıq ki, burada dərdləşərdik. Tabii ki, tabii. Bəli. Çok geniş bir konudur. Ama biraz birkaç qabağa da bir işare edeyim. Niye Çeçenistan olmadı, kabul olunmadı, istiqlal eləməkdi və Azərbaycan kabul oldu. Azərbaycan və başqa 15 devlet kimi kabul olunmuşdular. Sovyet Birliği, birlik kurmuşdular cumhuriylər. Ona göre onun ayrılması esasen yani bir normal prosesi siyasi bir ayrılma. Yani gücün olacağı da ayrılacağı. Çünkü dağıldı, Azerbaycan'da o fürsətten istifadə edir.
bizim istiqlalçılarımızda bu mövzuya düşünsələr daha yaxşı olur. Ondan sonra Çekoslovaki niye rahat ayrıldı? Çekoslovaki de birliydi. Bir federal devletti. İkisi de mecliste başkaydılar. Ayrıldılar, hiçbir problemi yoktu. Ona göre dedi ki, bak bu sınırlar zorla değişilmeme şeyi dedi bu kanunu. O prensip deyirlər ona. Sınırlar zorla değişilmeme prensibi. O əsas mövzudur yani. Devletler, egemen devletler kabul etseler bunu rahatlıkla değişilmesin. Onda her yer parçalanacaklar. Çünkü dünyada bölgelerin yani desem %99'u multietnik devletlerdiler. Ona göre o devletlerin hamısının menafeini temin eden bir şeydi yani esaslı. Ona göre o orada yerinde durur ve bölgede iki açıdan geldik sizin sualınıza. Bölgede ve dünyada iki açıdan qəbul olunmaz istiqlal. İstiqlal əsasən mən deyim sizə, istiqlaliyyət əsasən bu son aşamalarda... Əlbəttə istiqlaldan danışmırıq, biz milli hakimiyyətdən danışmırıq. Milli hakimiyyət qurmaq yəni istiqlal. Yəni milli hakimiyyət qurmaq yəni müstəqil dövlət. Əlbəttə onu fərqli... Hakimiyyət də milli hakimiyyət olur. Bilirəm. Onu deyəcəm də, biraz qısıtlıdır da. Qısıtlı. Yəni mən federalcıyam. Federal devlet istəyirəm. Bizim yani indi baxarsınız dövlətlər iki açıdan qəbul etmirlər bu. Yəni qəbul etməzlər bu yani istiqlaliyə Azərbaycan bir egemen bir devlet olsun. Güney Azərbaycan demək istəyirəm. Ne üçün? Bir tərəfdən Nəsib bəy dedilər və bunu praksisdə də gerçəkləşmirdilər. Yəni əsasən bu eylem, yani təmayül ki, devletlerin içinde etniklerin çabası milli devlet kurulmalarına sonuçlansın diye kabul olunmaz bir şeydi. Yani çəkinirlər devletler bundan. Çəkinirlər, kabul etmirlər. Ama bu o demek değil ki hiç olmasa. Ama çəkinirlər devletler. Ona göre ona bir şey yani dedik esas budur ki ölkənin içinde barışçıl məsələyə çözüm bulacaksansa ve tamam yolları, o hüquqları elde etmeye denemişsənsə yani denememişlerse sen kabul olmasan istiqlal olma. Sizce Cənubi Azərbaycanda bu denenmeyibdi bütün o biri yollar? Hangi Azərbaycanda? Cənubi Azərbaycanda o biri məsələlər. Heç denenmeyib Azərbaycanda. Sadece soruşdum. Yani vaxtımız yok detaylarına girmək için. İranda dedim bir daha böyük şans var İranda. Rejimin ümumiyyətdə rejim değişikliği, rejim change. Yani bu rejimden sonra yeni anayasa sözü konusu çok büyük bir sözdü bu. Yani Azerbaycan ve İran'ın Türklerine bir stratejik bir tane bir menfaat sağlanır onun içinde, ona çaba göstersin de İran rejim değişikliği ve o anayasada güçlü gelsinler. Burada bir daha bir söz Nəsib bəyimiz dediler ki Farsların aydınları, öncülləri, düşünürləri kabul etsinler diye. Ben ona otursu düşünmürəm. Yani onlar mecbur, yani genişte bu harekat, Türk harekatı %40% cəmiyyətdir. Kürtlər 8-9% cəmiyyətdir. Bəluçlar, ərəblər, yəni ümumiyyətdə %70 deyə, %60 deyə cəmiyyət qeyri-farsdır. Yəni bu qeyri-fars cəmiyyət əgərsə gəlişə bilsə, müəssis məclislərinə girsə %60'lar milli federalizmi getirecek ve bu yani bu milli hakimiyyete yakın bir hakimiyet kuracak öz bölgelerinde. Yani Güney Azerbaycan'da ve başka bölgelerde de. Ona göre böyle bir şans İran'da var. Ona göre ben sonra çok uzatmayayım sözü. Evet. Bizim istiqlalçılarımıza təklifim budur. Gəlməlidirlər. Bu yolu milli federal devleti qurulana kadar federal şuarının altında getməliyik ta o devlet güclə, yəni Azərbaycan Türk gücü birləşsin, o şuarla gedəcəyik, o milli hakimiyyəti bölgələrimizdə, kantonlarda və Güney Azərbaycanda və Tehranda özel bir rejim diye, yani Türk-Fars rejimi diye qurulacaq. Ondan sonra bizim istiqlalçılarımız öz istiqlalçı partiyalarını quracaqlar, gələcəklər məclisdə təklif gətirəcəklər, layihə gətirəcəklər ki, biz istiqlal referendum istəyirik. Məclisdə qəbul olunsa, tamam o, yani onda kanuna geçmişik, yerləşmişik, hüquq almışıq filan, o da şəraiti gözləyib münasib şəraitdən istifadə edəcəklər. Bu en güzel yoldur ki, mən edə bilərəm bizim bu istiqlalçılarını təklif edeyim və bu dağınıqlığı qabağı qarşısı alınsın diye. Çox sağ olun Yunus bəy. Nəsib bəy, bir-iki dəqiqədə son cümlələri də sizdən alaq. Özəlliklə bu milli hakimiyyət haqqı məsələsini bölgə gücləri və dünya gücləri çərçivəsində də bir baxış açaq. Valla o da çok geniş bir sualdı. Bakın
milli hakimiyyət bu özünü inzibati ya da mədəni muxtariyyət şəklində də göstərə bilər. Bu federalizmdə də vətən anlayışıdır və federal devlət vətənlərin birləşməsidir. O yanlış bir anlayışdır. Tek vətənimiz İran'dır və burada federal devlet olmaz. Yok elə bir şey. Orada deyək ki, Azərbaycanı özünə vətən bilən, ama İran bütünlüğünün bir hissəsi olan bir hakimiyyət də ola bilər. Yəni milli hakimiyyətin müxtəlif formaları var. Onu demək istədim. İndi gələk bu yenə də əlbəttə ki saatlarla danışmaq olar və danışmaq da lazımdır bu dünya güclərinə münasibəti və orada xarici faktorla daxili faktorun bu nisbəti məsələsi. Hər ikisi önəmlidir. Ona görə deyirik ki, milli hərəkat xaricdən də özünə müttəfiq tapmalıdır. Mümkün qədər çox müttəfiq olmalıdır. 45-46'nın ən böyük ibrət dərslərindən birisi də buydu. Ruslara güvənib, axırda da quru yerdə qaldılar. Bu da bir acı bir həqiqətidir. Amma burada ən önəmli olan iç faktordur, daxili faktordur. Milli iradədir. Milli iradə nə deməkdir? Yəni millət şəklində özünü tanımlayan bir toplum deyir ki, mənim məqsədim budur. Bitti. Oradan geri çəkilə bilər, irəli də gedə bilər. Taktik məsələlərdir, strateji məsələlərdir filan da. Amma ən önəmli məsələ bugün üçündə yəni İrandakı hadisələrin çox sürətlə o inkişaf elədiyi bu zamanımızda, bölgədə biz milli gücümüzü artırmalıyıq. Milli gücümüz o silahlı dəstələrin saymayı deyil. Milli güc milli şuurdur. Milli səviyyədə təşkilatlanmaqdır. Deyək ki, hətta bu mədəniyyətin səviyyəsi, milli mədəniyyətin, kültürün səviyyəsidir və bunları artırmalıyıq. Bu baxmamalıyıq, yəni dünya dəyişir filandır və biz də avtomatik olaraq azad olacağıq. Elə bir qayda yoxdur, elə bir qanun yoxdur. Sabah, belə deyək, İrana qarşı Amerika belə bir total bir hücuma keçsə və İranı dağıtmış olsa belə avtomatik olarak bizə azadlıq verəcək, istiqlal verəcək, nə bilim, muxtariyyət verəcək, federalist bir dövlət yaradacaq filan qaydası yoxdur. Bu, yeni gəlirəm ona, milli gücün səviyyəsindən asıl, milli iradənin ifadə tərzindən asıldır. Məncə, görürəm elə siz də baxırsınız ki, nə zaman bitəcək. Burada bir nöqtə qoyaq, hələlik və təşəkkür edirəm, sağ olun dəvət etdiyinizə görə və bu maraqlı söhbət edir. Xahiş edirəm ki, yenə də təşəkkür edirəm. Yunus bəy, təşəkkür edirəm, doğru, təşəkkür edirəm, çox sevindim və maraqlı söhbətlər getdi, çox sağ olun. Siz də çox sağ olun. Bugün Cənubi Azərbaycan və milli hakimiyyət məsələsini danışdıq və bugün bizimlə professor doktor Nəsib Nəsibli idi, Ankara Universitetinin professoru və cənab Yunus Şamili, jurnalist və təhlilçi. Yenə də mən sizə təşəkkür edirəm bu dəyərli vaxtınızı ayırdığınız və bu proqramda iştirak etdiyiniz üçün. ANT izləyicilərinə də təşəkkür edirəm. Minnətdaram ki, bu proqramda da bizimlə oldular və dünya gündəmini birlikdə izlədilər. Bir sonraki dünya gündəmi verilişində birlikdə olmaq ümidi ilə sağ olun, salamat qalın.